Salam hörmətli müəllimlər, şagirdlər, valideynlər, muzey rəhbərliyi və muzey əməkdaşları. Tədbirimizə başlamazdan öncə Azərbaycan Respublikasının bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət etsin. İlk öncə bu tədbirin keçirilməsində bizə şərait yaradan muzey rəhbərliyinə kollektivimiz adından təşəkkür edirik. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, dosent Alla Bayramovaya söz veririk. Əziz uşaqlar, əziz müəllimlər, valideynlər, hörmətli Maya xanım, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sizi ürəkdən salamlayırıq. Biz çox şadıq ki, Ağdam şəhəri, iki sayılı Qurban Pirimov adına Musiqi Məktəbinin tədbiri bugün burada keçirilir və Fikrət Əmirovun anadan olmasının gününə həsr olunur. Biz həm Qurban Pirimova aid, həm Fikrət Əmirova aid, həm də başqa digər bizim görkəmli musiqiçilərin çox əhəmiyyətli materialları qorunub saxlayırıq, toplayırıq, təqdim edirik və biz eyni zamanda çox şadıq ki, istedadlı uşaqlar burada çıxış edirlər. Qurban Pirimovla bağlı mən sizə bəzi faktlar çatdırmaq istəyirəm. Hətta 80-ci illərin sonu biz Qurban Pirimovun Gülablı kəndində muzey yaradılanda biz kömək eləmişik. Fəxrəddin müəllim orada muzeyin direktor idi və materiallarla, məsləhətlərlə biz kömək eləmişik. Amma bildiyiniz kimi bu muzey yoxa çıxıb. Yaxşı ki, indi biz baş komandan rəhbərliyi ilə, bizim qəhrəman ordusunun əməliyyatı ilə biz yenə də Ağdam şəhərində hər şey bərpa, biz deməli Azərbaycan xalqı bərpa olunur. Azərbaycan xalqı tərəfindən bizim hörmətli prezidentimiz rəhbərliyi ilə və ümid edirəm ki, yenə də bu muzey təzədən bərpa olunacaq. Bizdə orada yəqin görmüşsünüz, Qurban Pirimovun şəxsi əşyaları var. Ona həzr hədiyyə olunmuş Üzeyir Hacıbəylidən gümüş stəkan altı var, orada da yazısı var, Üzeyir bəydən hədiyyə və divarda da xalçası var. Qurban Pirimova, onun fəaliyyəti həm də özünün yubileyi olanda ona Gülablı kəndinin sakinləri bu xalçanı hədiyyə edib və orada yazılıb ki, onlar yubiley münasibətlə onu təbrik edirlər. Və bura gələnlər xaricilər, turistlər, hansı ki, yaxşı bizim tariximizi bilmir və onlar bilmirlər, kimə inansınlar. Bizim qonşular axı başqa cür hər şey izah edir. Onlar bura gələndə biz bizim əsl, orijinal sənədlərlə, əşyalarla biz sübut edirik ki, Qarabağ Azərbaycandır, Ağdam da Azərbaycan şəhəri idi, Gülablıdır və idi və qalır. Və mən göstərirəm, deyirəm ki, baxın, Sovet vaxtında Gülablı kəndi Ağdamdan uzaqdır. Baxın, yazıblar, Qurban Pirimovun vətəni idi. Biz sonra başqa digər materialları, orada xahiş edirəm, tədbirdən sonra, konsertdən sonra ekspozisiya ilə tanış olun.
çox maraqlı sənədlər var. O cümlədə də Üzeyir Hacıbəylinin sənədləri, hansı ki biz əşkar eləmişik Sankt-Peterburqda. Orada da yazılır. Şuşa sakini, житель goroda Şuşa hər yerdə və bunu da göstərəndə Xan Şuşinski onun sənədləri göstərəndə müxtərizədə yazırlar İspəndiyar Cavanşirov ya da əksinə Sovet vaxtında ona verilən medallar, mükafatlar orada yazırlar. İspəndiyar Cavanşirov müxtərizədə də yazırlar Xan Şuşinski. Deməli bu hər şey sübut eləyir ki Qarabağ, Şuşa, Ağdam, Gülabı kəndi bu Azərbaycandır. Və çox yaxşı ki məktəb fəaliyyəti davam edir və mən sizə uğurlar arzulayıram. Çox sağ olun. Bugün bura toplaşmaq səbəbimiz Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam şəhər Qurban Pirimov adına 2 saylı uşaq musiqi məktəbinin görkəmli Azərbaycan bəstəkarı, musiqi xadimi və sosialist əməyi qəhrəmanı Fikrət Əmirovun xatirəsini yad etməsidir. Tədbirimizi açıq elan etmək üçün sözü məktəbimizin direktoru Quliyeva Maya xanıma verir. Salam, əziz müəllimlər, şagirdlər, valideynlər, muzey əməkdaşları, muzey rəhbərliyi, hər birinizi salamlayıram. Bu günləri biz bura Fikrət Əmirov işığına yığışmışıq, Fikrət Əmirov nuruna yığışmışıq. Onun adını məhz belə bir yerdə keçirilməsi bizim üçün çox böyük şərəfdir. Biz bu tədbiri məktəbimizdə də eləyə bilərdik. Amma burada eləməyin xüsusi bizə bir, necə deyim, bizə zövq verir ki, belə bir gözəl sarayda, belə bir gözəl məbədgahda, bütün sənətkarların ruhu buradadır. Biz bu günlərin burada bu tədbiri keçirmək bizim üçün çox şaddır. Və deyirdiki kimi, Qurban Pirimov adına 2 saylı uşaq musiqi məktəbi Qarabağ Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən 1971-ci ildən fəaliyyətə başlayırdı. Ağdam şəhərində yerləşir, çox gözəl nailiyyətləri olubdur. Sonra 1993-cü ildə müəyyən səbəblərə dediyimiz kimi məktəbimiz gəlir Bakı şəhərində məskunlaşıbdır. Hal-hazırda Sabunçu rayonunda Bakı xanım qəsəbəsi 96 saylı məktəbin nəzdində yerləşir məktəbimiz. Burada fəaliyyətimizi davam edirik. Məktəbimizdə fortepiano, xanəndə sinifi, tar, kamança, qarmon, nağara bu ixtisaslar üzrə uşaqlarımız təhsil alırlar. Və onu da qeyd edeyim ki, şagirdlərimiz bir çox müsabiqələrdə buna iştirak edir. Eyni zamanda müəllim kollektivi, uşaqlar çox muzeylərdə, bir il çox yerlərdə konsertlər verirdik. Burada ilk dəfədir burada konsert veririk və bugün də burada bizə şərait yaratdığımız üçün muzeyin rəhbərliyinə, muzeyin işçilərinə özləri minnətdarlığımızı bir daha bildiririk. Kollektivimiz adına, şəxsən öz adımdan bu şəraiti bizə yaratmışsınız. Konsertimizi açıq elan edirəm, müəllimlərimizə və şagirdlərimizə uğurlar arzulayıram. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov haqqında məlumat vermək üçün söz verək məktəbimizin fortepiano şöbəsinin müdiri Nailə Məhərrəmova. Hörmətli qonaqlar, əziz müəllimlər, əziz şagirdlər. Bugün biz Azərbaycan musiqisinin qüruru, muğam simfonizmimizin banisi, dünya səhnəsində millətimizin səsini ucaldan dahi bəstəkar Fikrət Əmirova həsr olunmuş ədəbi bədii gündə bir araya gəlmişik. O, Azərbaycan musiqisinə yeni nəfəs, yeni yol, yeni zirvə gətirdi. Onun əsərləri təkcə səslənmir, danışır, ağlayır, gülür, insanın ruhuna toxunur. Gəlin, ustadın ölməz sənət yoluna birgə nəzər salaq. Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Atası Məşədi Cəmil Əmirov məşhur xalq musiqiçisi və tarzəni idi. Buna görə Fikrət çox erkən yaşından musiqinin içində böyüyüb. Əmirovun evində tez-tez xanəndələr, sazəndələr yığışar, muğamlar ifa olunardı. Balaca Fikrət saatlarla tarın, kamançanın, xanəndə səslərinin arasında böyüyürdü. Uşaq yaşlarından belə muğamların daxili quruluşunu dinləyərək yadda saxlayırdı.
Bu sonradan onun Şur və Kürd Ovşarı kimi möhtəşəm əsərinin əsasını qoydu. Müəllimləri onu qeyri-adi musiqi yaddaşı və eşitmə qabiliyyətinə heyran qalırdılar. Onu balaca bəstəkar adlandıranlar da var idi. Bəstəkar Fikrət Əmirov Gəncə Musiqi Texnikumunda oxuduğu illərdə ilk əsərini yazmağa başladı. 1942-44-cü illərdə Bakı Konservatoriyasında Üzeyir Hacıbəylinin sinifində dərs almaq onun musiqi üslubunu tam dəyişdirdi. 1948-ci ildə Şur simfonik muğamı Azərbaycanı, dünya musiqisini hamıya tanıtdı, bütün dünyaya tanıtdı. Bu bir inqilab idi. 1949-cu ildə Kürd Ovşarı ikinci simfonik muğamını bəstələdi. Əmirov muğamın emosional yükünü simfonik orkestr dili ilə birləşdirərək yeni janr yaratdı. Bu əsərlər SSR və Avropada bir çox bölgələrdə dərhal tanındı. Fikrət Əmirov 20-ci əsr Azərbaycan bəstəkarlarının ən parlaq simalarından biridir. Onun yaradıcılığı muğamla simfonizmin möhtəşəm birliyidir. O muğamı bütün dünyaya tanıtdı. Fikrət Əmirov milli konsert janrının yaradıcısı olmuşdu. Onun ərəb mövzularında bəstəkar Elmira Nəzirova ilə yazdığı ikinci fortepiano konserti indi də ən sevilən əsərlər siyahısındadır. Bəstəkarın Nizami simfoniyası, Azərbaycan kapriçosu, orkestr üçün yazdığı suitaları onun yaradıcılığının zirvələri idi. Min bir gecə baletinin adını xüsusi qeyd edirəm. Fikrət Əmirov yalnız böyük simfonik və səhnə əsərlərinin müəllifi deyil, həm də uşaq musiqisinə xüsusi diqqət ayırmış bəstəkarımızdır. Onun uşaq repertuarı həm tərbiyəvi, həm tədris, həm də musiqi estetik baxımından böyük əhəmiyyət daşıyır. Bu kiçik əsərlər uşaqlarda Azərbaycan musiqisinə sevgi yaradır. Muğam intonasiyasını uşaqlara sadə dildə çatdırır. Milli musiqi tərzinin formalaşmasına yardım edir. Təkcə Azərbaycan deyil, dünya musiqiçiləri də onun haqqında yüksək fikirdə idilər. Dünya şöhrətli Dmitri Shostakovich belə heyranlıqla demişdir. Fikrət Əmirov şərqin nəfəsini simfoniyaya, zərifliklə gətirən bəstəkardır. Bugün səslənəcək hər bir söz, hər bir fikir, hər bir musiqi onun nurla dolu yaradıcılığına, uca şəxsiyyətinə ehtiramımızdır. Musiqi can verir ruhu əzəldən. Musiqi qəlb alır min bir gözəldən. Biz deyən səsləri hamı eşidir, bilir. Sənətkar üçün isə sükutdan da səs gəlir. Hardakı sözlər bitir, o yerdə musiqi başlanır. Tanımaq mı istəyirsən görmədiyin bir xalqı sən? Əvvəl onun nəğməsinə sən qulaq as, onu öyrən. Öz sözünü, sorğusunu, xəyalını, duyğusunu xalq yaşadır nəğməsində. Tarixin bir dövrü yatır, bir notdakı ah səsində. İndi isə dahi bəstəkar Fikrət Əmirovun əsərlərini şagird və müəllimlərimizin ifalarında dinləyir. Fortepianoda ifa edir. 5-ci sinif şagirdi Məmmədova Şükufə. Fikrət Əmirov 12 miniatür lirik rəqs. Müəllim Məhərrəmova Nailə.
ifa edir. 3-cü sinif şagirdi Əhmədzadə Zəhra. Fikrət Əmirov, 12 miniatür, Laylay. Müəllim Hüseynova Yeganə. Ləhcəsi var, öz dili var, arzusunun əvvəli var, axırı var. Bu dünyanın ağrıları, acıları necə sığır cahargahın bəstə nigar pərdəsinə? Səbrini bas, ləhcəsinə, nailəsinə, dilindəki qəm səsinə, qulağınla qulaq asma, ürəyinlə sən qulaq as. Tarda ifa edir. 3-cü sinif şagirdi Allahverdiyev Kamerlan. Fikrət Əmirov, Səhər kino filmindən Aslanın mahnısı. Konsertmeyster Şükürova Azadə, müəllim Əhmədov Rövşən. Fortepianoda ifa edir. 1-ci sinif şagirdi Əli Tahir. Fikrət Əmirov hekayə. Müəllim Məhərramova Nailə.
Fortepianoda ifa edir. 6-cı sinif şagirdi Mirzəyeva Humay, Fikrət Əmirov Aşıq Sayağı, müəllim Lətafət Fərəcov. Parda ifa edir. 1-ci sinif şagirdi Zakir İspendiyarov, Fikrət Əmirov Məktəblər nəğməsi, konsertmeyster Şükürova Azadə, müəllim Rövşən Əhmədov. Fortepianoda ifa edir 4-cü sinif şagirdi Elmira Abutalabova, Fikrət Əmirov uşaq albomundan Sevilin rəqsi, müəllim Nailə Məhərrəmov. Mahnı təbiətin səsli dilidir. Qayalardan sızan suyun, dərələrdən azan suyun səslərini bir-birindən ayırır bir-bir. Mahnı sözün deyə bilmədiyi sözü deyir. Mahnı qəlbdəki bir arzunun öz səsidir. Mahnı səsi şeiriyyəti, mahnı sözünün nəğməsidir. Oxuyur 2-ci sinif şagirdi Şərifzadə Rauf.
Dağlar qızı Reyhan, Fikrət Əmirov müşayiət edir. Məktəbin ansamblı Cabir Muradov. Müşayiət etdi. Tarda Cəlil Bəşirli, nağarada Salman Qocayev, kamançada Firəngiz Yüzbaşıyeva. Fikrət Əmirov Quşlar, tarda ifa edir. 2-ci sinif şagirdi Tunar İspəndiyarov, konsertmeyster Şükürova Azadə, müəllim Əhmədov Rövşən. Şəhrizadın Bayramı, nağarada ifa edir. Məktəbimizin məzunu Piriyev Loğman, konsertmeyster Aynur Nadirova, müəllim Salman Qocayev.
Fikrət Əmirov marş sayağı, fortepianoda ifa edir. 2-ci sinif şagirdi Xədicə Məmmədli, müəllim Maya Quliyeva. Fortepianoda ifa edir. 7-ci sinif şagirdi Hüseyin Axundzadə, müəllim Aygün Abbasova. Fortepianoda ifa edir. 4-cü sinif şagirdi Zəhra Daşdəmirova, müəllim Yeganə Hüseynova. Elə bu vaxt uzaqda
Yere dikip gözünü, qucaqlayıb dizini bir gözəl ağlayırdı. Qürbətdə vətən həsrəti, yurdunda bir anlıq, yaddaşda yanıb tez də sönən xatirədir şur. Bir Arifin hikmət dolu söz söhbəti, eşqi, heyrətdən ağıl mülkünə pəncərədir şur. Fikrin nə qədər yolları, mənzilləri varmış, üstündə cığırlar açılan bir dərədir şur. Bəstəkar demək, hər nəğməsində bir aləm, bir insan, bir həyat demək. Bəstəkar demək, biraz kədər, biraz sevinç, biraz da səadət demək. Musiqi onun nəfəsi, ruhunun tək libası. Bəstəkar, melodiyanın əbədiyyət yolcusu. Fikrət Əmirov, Kor Ərəbin mahnısı oxuyur 3-cü sinif şagirdi Ramal Abdullayev. Müşayiət edir məktəbin ansamblı. Müəllim Cabir Murad.
gecə biz təkcə musiqi dinləmədik. Bu gecə biz Fikrət Əmirovun işıqlı ruhuna, onun yaratdığı aləmin sehrinə bir daha yenidən yaxınlaşdıq. Biz onun melodiyalarında bir ömrün təmizliyini, bir ürəyin böyüklüyünü, bir millətin nəfəsini hiss etdik. O özünü notlarda yazdı. Sevincimizi, kədərimizi, arzularımızı musiqiyə çevirdi. Azərbaycan adını dünyanın ən uca səhnələrinə yüksəltdi. Fikrət Əmirov təkcə bəstəkar deyil, o bu xalqın ruhudur. Azərbaycan musiqisinin nəfəsidir. Bu gecəni onun xatirəsinə ithaf edərək bütün qəlbimizlə söyləyirik. Ustad, sən yaşayırsan, musiqin yaşayır. Səni dinləyən milyonlarla birlikdə adın əbədi yaşayacaqdır. Bu müqəddəs sənət gecəsində bizimlə olduğunuz üçün hər birinizə dərin təşəkkür edirəm. Ustadın ruhu şad olsun. Musiqi heç vaxt susmasın. Azərbaycan sənəti həmişə yüksəlsin. Açan səs muzeyi. Bu şöhrətli şanlı muzey həm danışan, həm də bizi danışdıran canlı muzey. Təlatümlər, qaynamalar sığışmadı bu otağa. Budaqlandı sola, sağa, dəyişdirdi öz yönünü, öz yolunu. Bir mecraya sığıştırıp tanıttırdı bu dünyaya bizim yurdun sənətkarı Fikrət onu. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirova həsr edilmiş tədbirimiz yekunlaşdı. Başda muzey rəhbərliyi və Maya müəllimə olmaqla bu tədbirdə zəhməti keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.